Deməli, biz sizdən müxtəlif teqlərə baxdıq. Yəni ki, siyahı yaratmaq üçün olan teqlərə, cədvəl yaratmaq üçün olan teqlərə. İndi biz sizdən, belə deyək, bugünkü dərsimizdə səhifənin qrafik fayllarına, yəni ki, səhifəyə şəkil əlavə eləmək və digər fayllar əlavə eləmək, ondan sonra səhifənin rəng sxeminə, yəni arxa fonun rəngi, yazın rəngi və s. Bir də linklər əlavə eləməyə baxacaq. Hiperistinadlar əlavə etməyə baxacaq. Gəlin başlayaq. Bizdə hazır belə bir sənəd var. Ekranı bölmüşəm mən hazırda. Burada bizdə sənədin hazır versiyası görsənir. Burada da teqlərdən istifadə olunmuş versiyası. Yəni web sənəd şəklində görsənir sol tərəfdə. Bizdə sənəd baxırıq ki, fon olaraq ağ rəngdədir. Düzdürmü? Biz nə edə bilərik? Gəlin fonun rəngini dəyişək. Biz səhifənin rəngini BG Color atributunun köməyi ilə dəyişəcək. Gəlin baxaq. BG nədir? Background Color da. Arxa fon rəngi kimi. Daha qısaldılmış forması. BG Color bərabərdir. İndi buraya biz qiyməti yazmalıyıq. Qiyməti biz iki cür yaza bilərik. Yaza bilərik ki, məsəl üçün, yaza bilərik bu rəng kimi, yəni müxtəlif rənglərin adlarını yazmaq olur. Yeniləyək, baxaq, arxa fon bizdə oldu, mavi rəng. Yaxşı. Bəs başqa necə yaza bilərik? Biz ayrı yaza bilərik 16-lıq sistemdə verilmiş RGB kodlardan. Məsələn, göy rəngin kodu nə idi? Bizdə belə olacaq, 00 00 FF bu şəkildə. Baxırıq, bizdə dəyişən olmadı. FF-i biraz tündləşdirək. Məsəl üçün, eləyə bilərik 80. Arxa fonun rəngi dəyişdi. Yaxşı. Fonun rəngini dəyişdik və baxırıq ki, yazılarımız bizdə o qədər də yaxşı oxunmur. Nə edə bilərik? Biz text, mətnə nə deyirlər? Text. Text atributundan istifadə edə bilərik. Text bərabərdir. Yenə də dırnaqda bizdə diyezdən yazılır həmişə. Nə olacaq? FF, FF, FF. Ağ rəngdə yazaq da, tutaq ki. Yadda saxladıq, yoxlayırıq. Yazılarımız bizdə nə rəngi oldu? Ağ rəngdə oldu. Aydındır bu. Bundan sonra baxaq. Tutaq ki, biz arxa fona, ümumiyyətlə bunları silək. Arxa fona şəkil əlavə eləmək istəyirik. Bu zaman nə edirik? Arxa fona şəkil əlavə edəndə background sözündən istifadə olunur. Arxa fon sözündən. Daha doğrusu atributundan. Background bərabərdir. İndi biz nə edirik? Gedirik, şəklimizi seçirik. Hansı şəkli istəyiriksə. Mən də baxaq, indi hansısa bir hazır şəkillərdən baxaq. İstənilən bir şəkili seçirik. Məsəl üçün, olsun bu. Sağ düyməni bastıq. Sağ düyməni bastıq. Buradan şəklin yolunu kopyalayırıq. Copy as paste. Şəklin yolunu kopyalayırıq. Biz bunu keçmişdik qovluqlar dərsində. Və gəlirik bura yerləşdiririk. Mütləq dırnaqda yazılır. Ha, bax, fikir verin. Bizdə dırnaqda yazılır. Qoyan kimi avtomatik dırnaqda yazılacaq. Və baxaq. Arxa fonumuz bizdə şəkil formasında oldu. Aydındır bu da? Bəli. Yaxşı. İndi gəlin sizdən baxaq. Biz link və şəkil əlavə eləməyə birinci linkdən başlayacaq. Linki nəyə görə deyirəm? Çünki biz linkin rənginə də baxacaq. Linkin rənginə də baxacaq ki, nətər əlavə eləmək olar linki. Linkin rəngini nətər dəyişdirmək olar. Link əlavə etmək üçün gəlin bu cədvəlimizi silək biz. Ümumiyyətlə yazımızı silək. Yazıları. Aha. Biz link əlavə eləmək istəyirik. Link üçün biz istifadə edirik A teqindən. A teqindən və A teqinə biz əlavə edirik href atributu. Href atributu. Href bərabərdir. Biz hrefə keçidi yazacaq. Keçidi. İstər lokal bir fayla keçid olsun, istər
hardasa şəbəkədə olan bir fayl, qlobal bir şəbəkədə olan bir fayl, yəni internetdə olan bir fayl fərqi yoxdur. Mən məsəl üçün Şəddadilər Dövlətinin Wikipedia səhifəsinə keçid hazırlayacağam. Gəldik, linki kopyaladıq. Bunu bağlayaq, bu artıq bizə lazım deyil. Href bərabərdir həmin bu şeyin, səhifənin linki. Sonra oradan da biz tagi bağlayırıq. Mütləq burada dırnağımızı qoymaq yaddan çıxmasın. Aha. Və biz söz yazırıq. Yəni keçid obyekti olan söz əlavə edirik. Yəni keçid linki nəyə bağlanır, hansı sözə bağlanır, onu əlavə edirik. Yazıram. Şəddadilər Dövləti. Və A tagini bağlayırıq. Yoxlayaq. Bu şəkildə. Gördünüz, birbaşa bizdə keçid elədi. Üstünə vuran kimi keçid eləyir. Yaxşı. Biz linkin rəngini dəyişə bilərik. Linkin rəngini dəyişə bilərik. Bir dənə də link əlavə eləyək, gəlin. Başqa bir link. A, href bərabərdir. Bu dəfə də lokal bir faylə keçid əlavə edəcəyik. Kopyaladıq bunun yolunu. Əlavə elədik. Okey. Bir dənə də yazırıq. Xəritə. Şəddadilərin xəritəsi olsun. A tagi bağladıq. Gəlin baxaq. Bizdə bu şəkildə gəldi. 2 dənə linkimiz var. Lap bura bir dənə də biz P tagi əlavə eləyək ki alt-alta düşsün. Və rəngləri fərqlidir. Niyə? Üstəki linki biz bir dəfə istifadə eləmişik. Düzdürmü? Nətər ki biz mətni rəngini dəyişəndə text sözündən, text atributundan istifadə elədik. Burada da link atributundan istifadə eləyəcəyik. İstəyirik ki bizim linklər yaşıl rəng görsənsin. Yazıram link bərabərdir. Nə olacaq yaşılın kodu? RGB-də 00 FF00 və bunu mütləq dırnaqda yazmaq lazımdır. Gəl yoxlayaq. Linkimizin rəngi yaşıl olmalıdır. Baxdıq, bizdə linkimiz yaşıl oldu. Bəs yuxarıdakı link niyə yaşıl olmadı? Çünki yuxarıdakı link bizdə istifadə olunmuş rəngdir. İstifadə olunmuş linkdir. Yəni ziyarət olunmuş linkdir. Ziyarət olunmuş nədir? Visited. Ona görə də biz burada visited link, yəni v-linkdən istifadə edəcəyik. V-link bərabərdir. Tutaq ki, bu da eləyək qırmızı rəng. V-link bərabərdir. FF0000. Yoxlayırıq. Haradasa səhv. V-link kını yazmamışıq. Gördünüz? İstifadə olunmuş link bizdə də rəngi oldu? Qırmızı rəngi oldu. V-link visited link sözünün qısaldılmışıdır. Sonra əlavə olaraq biz hazırda aktiv olan link üçün A-link tagindən də istifadə edə bilərik. A-link olduğu kimi də yazılır. Deyildiyi kimi də yazılır. A-link bərabərdir. Yenə də kını yazmıram. A-link bərabərdir. Tutaq ki bizdə olsun göy rəngdə. 00 FF. Bu şəkildə. Bu da bizdə istifadədə olan, hazırda aktiv olan linkin rəngidir. Yaxşı. Bəs biz şəkli necə əlavə edə bilərik? Şəkil. Gəlin şəkil əlavə etməyə baxaq. Bu da table linki, table'ın qalığı qalıqdır. Bunları təmizləyək. Şəkil əlavə eləməyə baxaq. Şəkil əlavə eləmək üçün də biz istifadə edirik image tagindən. Yazıram image. Image tagində biz source atributu. Source mənbə deməkdir. Bunu bilirsiniz.
bunun qısaldılmış olan SRC atributundan istifadə edəcəyik. SRC bərabərdir. Biz şəklimizin linkini götürürük, gəldik. Hər hansı bir başqa bir faylda ola bilər. Kopyaladıq və yerləşdirdik. Və linki, tagi bağladıq. Yadda saxladıq, yeniləyək. Bizdə şəklimiz alındı burada, düşdü. Amma tutaq ki, ölçüsü bizə uyğun tərzdə deyil. Bizə uyğun deyil ölçüsü, böyükdür. Biz bunu qısalda bilərik, kiçildə bilərik və yaxud da əksinə kiçiksə böyüdə bilərik. Baxaq, hündürlüyünü təyin edirik. Hay atributundan bərabərdir. Dırnaqda yazılır mütləq. Məsəl üçün, hündürlüyü olsun bizdə 200. Bir də uzunluq var, şəklinin uzunluğu və yaxud da eni deyək. Width atributundan təyin edirik. Bərabərdir. Qoy bu da olsun bizdə 300. Yadda saxladıq, yeniləyək. Gördünüz, şəklin ölçüləri bizə uyğun formada görsəndi. Yəni, şəklin biz hündürlüyünü təyin edə bilərik və həmçinin şəklin enini təyin edə bilərik. Aydındırmı? Bəli, müəllim. Bura qədər sual varmı? Xeyr, müəllim. Yaxşı. İndi nəyə baxaq? Biz image-də source-da uzun-uzadı ünvan yazdıq, düzdür? İndi gəlin baxaq, ünvanı biz daha qısa yaza bilərikmi? Yazıram. Belə bir şəkildə, belə bir formada gəlib bizdə bu formada bir nə düşdü? Şəkil düşdü. Gəlin bunun hündürlüyünü eləyək biz 100. Uzunluğunu da eləyək 200. Elə onu da eləyək 100. Aha. Bu formada şəklimiz düşdü. Yaxşı. Bu niyə? Bayaq ki, link yazmışdıq, yəni keçid yazmışdıq, hiperlink kimi yazmışdıq. İndi sadəcə biz yazdıq nəyi? Şəklin adını və ad uzantısını. Niyə? Çünki bizim bax bu işlətdiyimiz sənəd, cədvəl və siyahı var, köhnə dərsdən qalıbdadır. İşlətdiyimiz bu sənəd bizdə yerləşir iş masasında. Həmin bax budur. Və bizim bu şəkildə iş masasında ondan eyni qovluqda yerləşir. Əgər istinad olunan obyekt bizim sənəddən eyni qovluqda yerləşirsə, bunun ünvanını yazmaq lazım deyil. Tam adını yazmaq lazım deyil. Adını və ad uzantısını yazmaq kifayət eləyir. Aydındır? Bəli. Yaxşı. İndi gəlin baxaq. Biz şəkli keçid obyekti kimi istifadə edək. Hiperlinkin keçid obyekti kimi istifadə edək. Bayaqları biz yazını istifadə elədik. İndi də şəkli istifadə edək. Yazıram. A tegini yazdım. Href bərabərdir. Bunu yerləşdirdim. Eyni bunu yerləşdirdim. Və biz A teginin içində image tegini yazırıq. Image source bərabərdir. Eyni bunu yazırıq. Və A tegini bağlayırıq. Gəlin yoxlayaq. Ölçüləri də dəyişdirək. Ölçüləri də dəyişdirək. Aha. Bizdə belə bir keçid obyekti verdi və oxu üstünə gətirəndə, sıçanın kursorunu üstünə gətirəndə görürük ki, əl şəklini alır, keçid alır. Və biz bunu klikləyərkən şəklin orijinalını açmış oldu. Aydındırmı? Çünki biz şəklin özünə keçid əlavə elədik. Bizdə A hrefdə də şəklin özüdür, görürük ki, şeydə də içindəki A teginin içindəki image tegində də eyni qaydada özü verilibdir. Klikləyərək keçid alırıq. Aydındır?